Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə mərkəzdə, ploşad deyilən ərazidə, parka, marketlərə, marşrutlara, bağçalara yaxın olan ərazidə, Biləcərin ən gözəl yerində 2 mərtəbəli, 6 qarajlı, 5 otaqlı, tam təmirli bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətində videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram. Ev birinci mərtəbədə monolitdir. Ara mərtəbəsi də monolitdir. Yəni 2 dənə düz mərtəbəsi düz monolitdir. Yəni beton monolit deyirlər. Evin üzü gördüyünüz kimi qabantiklərlə üzlənib. Həyətində deyəndə həyətindən əlavə burada qarajı var. Burada istədiniz bir şərait də yarada bilərsiniz. Yay mətbəxi zadı belə bir yarada bilərsiniz. Bax, bu hissəsi yuxarı monolitdir. Yəni istinin, soyuğun qabağını almaqdan ötürü əlverişlidir. Gördüyünüz kimi evin fundamenti, belə ricerləri, keyfiyyəti göz qabağındadır. Bax, bunlar da hamısı ricer hissəsidir. Gördüyünüz kimi bu hissələr beton ricerlərdir. Futla idarə olunan darvazasıdır. Gördüyünüz kimi həyəti ilə tanış olduq. Yəni rahat daxil olursan, belə 2 dənə, 3 dənə maşın rahat qaraja daxil ola bilər. Qalxırıq evin içindən tanış olaq. Hörmətli izləyicilər, yenə deyirəm, evin yeri çox gözəl yerdə yerləşir. Park yaxınlığında, məktəb yaxınlığında, marşrut yaxınlığında, marketlər hamısı yaxınlığında, aptek, 24 saat işləyən apteklər, yəni hər şey qaydasındadır. Bura giriş hissəsidir. Girən kimi bura qonaq otağıdır. Evin yerinə görə, hörmətli izləyicilər, qiymət təyin olunur, yəni yer bahalı ərazidir. Bax, burada bir gördüyünüz kimi qonaq otağıdır. Ağ qapılardan, bahalı qapılardan istifadə olunur. Yəni, ucuz qapılar qoyulmayıb, bunu nəzərinizə çatdırın. Bura sanuzel hissəsidir. Gördüyünüz kimi aksesuarları qoyulub, yuxarı asma tavandan yığılıb. Modiyatı da hamısı qoyulub. Döşəməsi də istipoldur. Burada mətbəx hissəsidir, hörmətli izləyicilər. Mətbəxi də xeyli genişdir. Mətbəxinə baxın belə. Rahat hardasa bir 20-dən çox kvadrat mətbəxidir. 23 otun, bəlkə də 6 metrdir. Yəni belə 50-nin 6 metrdir. Yəni 20-dən çox olar. Rahat 20 var. Qalxırıq 2-ci mərtəbə. Aşağıda bir zal, bir mətbəx, bir sanuzel. Qalxırıq 2-ci mərtəbəyə. Qalxan kimi 4 dədə otaq buradadır. Bir geniş yataq otağı burada. Bir dənə uşaq otağı buradadır. Balaca bir uşaq otağıdır. Yəni bunu iş otağıda istifadəçini eləmək olar. Dərs otağı, məktəb otağı, dərsdən istifadə eləmək üçün uşaqlar istifadə eləyə bilər. Bura 2-ci mərtəbənin sanuzeldir. Burada 12-14 kvadratlıq bir yataq otağıdır. Təxmini ölçülər deyirəm, az fərq edir, hörmətli izləyicilər. Bir yataq otağı da burada, gördüyünüz kimi. Pəncərlər də tam rahat, gördüyünüz kimi, hər pəncərlərsindən rahat, pəncərlərin tam rahat işıq düşür, gördüyünüz kimi, hörmətli, havalamaya da tam uyğundur. Ara mərtəbələri monolitdir, yəni bu hissəsi də monolitdir, ayağınızın altı. Evin istinin, soyuğun qabağını almaq üçün əlverişlidir. Bunu nəzərinizə çatdırın, hörmətli izləyicilər. Demək, nəzərinizə çatdırıram, hörmətli izləyicilər. Yenə deyirəm, kimlərsə evini satmaq istəyirsə, 055 389 3808 nömrəsinə əlaqə saxlayın. Evlərin satılmanına köməklik göstərə bilərik. YouTube-da, Instagramda, TikTok-da Seç Al Əmmar səhifəsini daxil edirsiniz. Orada istədiyiniz qiyməti evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırır. Kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Demək, yenə qeyd edirəm, evin ünvanı, yəni qeydiyyatla, adres ünvanla olacaq. Bunu nəzərinizə çatdırım, yəni propiska mümkündür. Qiymət 193.000 start qiymətdir. Real alıcı olsa indirim olmağına birbaşa olacaq. Yerinə görə bir ev qiymət təyin edilib, yəni yeri gözəl yerdir. Yəni hər şey əlinin altındadır, belə deyək.
193 min start qiymət. Real alacaqsa endirim olmağına birbaşa sahibindən çıxacaqsınız. Son sözdə ev sahibi deyəcəyik. Sahibinə görüşəcəksiniz. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin.